Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə mənəm Sona Boynuna yaxın bir saat ərzində sizə sağlamlığımızla bağlı dəyərli məlumat verəcəyik. Bugün mənim çox maraqlı bir həmsöhbətim var. Bugün həmsöhbətimlə biz kişi və qadın sonsuzluğundan, ümumiyyətlə sonsuzluqdan danışacağıq və ekstrakorporal mayalanmanın bugün gənclərə, ailələrə verdiyi üstünlüklərdən danışacağıq. Bilirsiniz ki, ekstrakorporal mayalanma ilə bağlı insanların düşüncələri heç də bir mənalı deyil. Ona görə də mütəxəssislərimizin bu sahədə dinləyicilərimizə, ümumiyyətlə həmvətənlərimizə dolğun və dəqiq məlumatları ötürməsi çox vacibdir. Bu arada efirimizin nömrəsi 055 999 1055-dir. Rahatlıqla sizi dinləyə bilərik. Efirlə birbaşa dalğamızdan suallarınızı da cavablandıra bilərsiniz. Hansı mənzilə çatmağınızdan, hansı mənzilə doğru yol almağınızdan asılı olmayaraq hər birinizə də uğurlu yol arzulayıram və vaxt itirmədən sizə müsahibimi təqdim edirəm. Bugün mənim müsahibim uzman cərrah mama ginekoloq, ekstrakorporal mayalanma mütəxəssisi Lalə Kazımovadır. Lalə xanım, xoş gəldiniz. Salam. Hər vaxtınız xeyir olsun. Salam. Doktor, çox məsuliyyətli bir iş görürsünüz. Həm də insanlara böyük bir ümid verirsiniz. Bəli. Çünki ekstrakorporal mayalanma əslində o qədər ailəni, övlad belə deyə həsrətinə son qoyur ki, o qədər ailəni belə deyə övlad həsrətindən xilas eləyir ki, çox dəyərli bir sahə ilə məşğulsuz, sevinc bəxş eləyirsiniz üzlərə. Öncə mən istəyirəm bir kişi-qadın sonsuzluğu ilə başlayaq, doktor, bu söhbətimizə. Çünki bura gələnə qədər müəyyən bir mərhələ var ki, oradan keçmək lazımdır. Öncə gəlin, sonsuzluq dediyimiz nədir? Bunun adını qoyaq. Nə zaman artıq biz sonsuzluq deyə bilirik? Öncə özümü kiçik bir tanıtma etmək Buyurun, istərdim. sevə-sevə dinləyirik. Uzman mama ginekoloqam. Türkiyədə Ankara şəhərində təhsil almışam. Gülhane xəstəxanasında təhsil almışam. Uzmanlıq təhsilimi sonrasında təhsilimə, yəni işimə yeni bir yol, yəni yeni bir направление, yəni qatmaq istədim. Qazi Universitetində süni mayalanma, Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan süni mayalanma kursu eğitimi aldım. Eyni zamanda da Türkiyənin, Ankaranın ən böyük süni mayalanma mərkəzlərindən birində təcrübə qazandım. Hal-hazırda bir də həm Azərbaycanda çalışıram, eyni zamanda da embriologiya üzrə Qazi Universitetində doktorantura təhsili alıram. Yəni belə bir qərara gəldim ki, süni mayalamanı hər tərəfdən, ən dərindən, ən belə deyim də hüceyrədən öyrənməyə və zaten işləyirik, tətbiq edirik, amma bütün prosesləri molekulyar, yəni hüceyrə düzeyindən, bəli, səviyyəsindən daha çox dərindən bilmək istədim. Kişi və qadın sonsuzluğu, yəni bilirsiniz ki, mən Türkiyədə işlədiyim zamanda təcrübəmdə burada da çox, həddindən artıq çox sonsuzluq var. Kişi və qadın sonsuzluğu, bəzən açıqlanmayan sonsuzluq dediyimiz, açıqlanmayan infertilitə, yəni bununla da çox xəstə gəlir. Yəni gəlir, məsələn, baxırsan ki, xəstənin bütün analizləri normal, uzisi normal, hər şey normal, yoldaşının bütün testləri normal, amma niyəsə görə bəbə gəlmir. Elədir, hə, bəbə gəlmir. O zaman biz buna artıq açıqlanmayan sonsuzluq deyirik. Sonsuzluq diaqnozu da təbii ki fərqlidir. Yaşa görə dəyişir. 35 yaşın altında bu 1 illik qorunmasız münasibətdən sonra uşaq olmursa biz buna sonsuzluq deyirik. 35 yaşından sonra amma bu artıq 6 aya düşür. Yəni 6 ay boyunca uşaq yoxdursa artıq mütləq bir ekstrakorporal müayinə mütəxəssisinə, ekstrakorporal mayalanma mütəxəssisinə artıq başvurmalısınız. Belə, yəni yayğındır maalesef ki. Doktor, qısaca həm qadınlarda, həm də kişilərdə sonsuzluğa səbəb olan ən çox rastlaşdığınız faktorlarda deyin, zəhmət olmasa. Qadınlarda bugün ən çox sonsuzluğa nə səbəb olur, kişilərdə ən çox sonsuzluğa səbəb olur? Yəni mənim gördüyüm, Azərbaycanda deyim, yəni mənim gördüyüm qədərilə mənim yanıma gələn xəstələrdən dolayı daha çox polikistoz dediyimiz, polikistik over həddindən artıq çoxdur, yayğındır, çox qadınlarda olur. Yəni hormonal düzənsizlik əmələ gəlir bu zaman, yumurtlama olmur. Bəli. Polikistozluq xəstə həddindən artıq çoxdur.
Da bundan başqa endometrioz o da bir xəstəliklə, yəni bununla bağlı xəstələr çoxdur. Doktor, endometrioz hamiləliyə əngəldirmi? Endometrioz nəinki hamiləliyə əngəldir. Endometrioz süni mayalanmada da çətinlik, bəlli bir çətinliklər yaradır və hamileliyin gedişatını özəlliklə ilk həftələrində yəni çətinlik, problem yarada bilər. Kişilərə bir də açıqlanmayan sonsuzluq, yəni həddindən artıq çoxdur. Hətta dünya statistikasına da baxsaq, yəni %40-a yaxın zaten açıqlanmayan infertilliklər. İdiopatik dediyimiz. Aynen, idiopatik. Hər Çox şey normaldır. maraqlıdır. Səbəbini bilmirik, amma niyəsə olmur. Kişilərə baxdığımızda, yəni daha çox düşünürəm ki, yəni daha çox gördüyüm bu doğuşdan olan həm damarların genişlənməsi deyirlər. Yəni venaların genişlənməsindən dolayı olan və doğuşdan varikoseli mi? Aynen, varikoseli və varikoseli. bəzən də uşaqlıqda kaba qulaq sindromu. Bəli, qulaq tibi xəstəliyinin keçirilməsi uşaqlarda. İnfeksion xəstəliyinin keçirilməsi. Bu da nə yazıq ki, yəni maalesef böyüyəndə belə bir oğlanlara, kişilərə belə bir nəticə verir. Təəssüflər olsun. Təəssüflər olsun. Doktor, mən istəyirəm qadınlarda polikistoz məsələsinin üzərində bir qədər dayanıb sonra mövzumuza davam eləyək. Niyəsini deyəcəm sizə. Çünki bizdə analarımız, yəqin ki, siz də rastlaşırsınız, qız uşaqlarını müalicə etdirməyə də o qədər həvəsli deyirlər. Baxmayaraq ki, biz bu qədər maarifləndirmə işləri aparırıq, bu qədər efirlərdən, radiolardan, tibbi verilişlərdən həkimlərimiz danışırlar ki, qız uşaqlarında ümumiyyətlə adət düzənsizliyi, polikistoz problemi varsa vaxtında həllini tapmalıdır. Bunun irsiyyətlə ciddi bir bağlılığı varmı? Ümumiyyətlə bu barədə danışmağınızı istəyirəm. Qız analarını uyaraq bu mövzuda. Elədir. Yəni sizin əslində sözünüzə bir, yəni tam dəstək deyil, tam tərsi, biraz zidd olaraq deyəcəm ki, son zamanlar ki, bu mənim üçün çox sevindirici bir haldır. Mən görürəm ki, gənc qızları, anaları daha erkən həkimə gətirməyə başlayıblar. Məsələn, baxırlar ki, həqiqətən elədir. Məsələn, baxırlar ki, 15-16 yaşında bir düzənsizlik var. Artıq analar oca narahat olurlar, endişələnirlər və gətirirlər qızlarını ki, doktor, burada bir problem var, bir baxın, görün nədir. İrsiyyətlə bağlı dediyinizdə bəli, doğrudur. Daha çox irsiyyətlə bağlıdır. Çünki analar qızlarını gətirəndə deyirlər ki, hə, məndə də bu problem olub. Bizdə, yəni ailəlikcə belə bir problem var. Mensdə ay başında bir gecikmə yaşayırıq, düzənsizlik yaşayırıq və s. Genetik, yəni dediyim kimi yatqınlıq var və daha çox belə bir şey də deyim sizə. Polikistoz xəstəliyində bəli, polikistoz xəstəliyinin fərqli növləri var. Fərqli fenotipləri var. Daha ağır formları var, daha yüngül formları var. Daha yüngül formlarında hamilə tək öz-özünə hamilə qala bilərlər. Yəni heç bir müdaxilə, müalicə olmadan hamilə qala bilərlər. Amma daha ağır formlarında maalesef artıq ekstrakorporal mayalanmaya gedir xəstələr. Bir də belə bir şey var ki, çağımızın xəstəliyi də odur ki, qadınlar artıq gec evlənməyə başlayıb. Bəli, yumurtalar qocalır. Bəli, bu yaxşı bir şeydirmi, pis bir şeydirmi? Yəni bu yəni fərqli tərəflərdən fərqli şəkildə interpretasiya oluna bilər, amma polikistoz xəstələrinə mən çoxuna deyirəm ki, məsələn, mənə gələndə gənc qızlar. Mən deyirəm ki, hə, problem yoxdur, sən bəli, belə bir durumun var. Bunun tam müalicəsi yoxdur. Bunu bir şəkər xəstəliyi kimi düşünə bilərsiniz. Amma düzənli bir şəkildə birincisi kilosuna diqqət etməlidir xəstə. Yəni əgər polikistoz xəstəliyi varsa. Çünki bunlarda insulin dirənci olur və zaten burada bir qısır döngü olur. Kilo aldıqca aybaşı daha da düzənsizləşir. Amma düzənsiz olduğu üçün də insulin dirənci də olduğu üçün də zaten kilo alırlar. Birincisi bu döngünü qırmaq lazımdır. İkincisi də nə qədər erkən, yəni bu düzdür, mənim şəxsi fikrimdir, bəlkə də dəstəklənməyə bilər. Özəlliklə bu cür xəstəliklərə nə qədər erkən ailə qursalar, o qədər yaxşıdır. O qədər hamilə qalma, öz-özünə heç bir müdaxilə, müalicə olmadan öz-özünə hamilə qalma ehtimalı yüksəkdir. Yəni bu mənim öngörümdür, bu mənim müşahidələrimdir. Doktor, polikistozun çox zaman irsiyyətə bağlanması var ki, məsələn, bibimdə də vardı, xalamda da vardı, anamda belə olub. Birbaşa mı əlaqəlidir? Məsələn, polikistozdan əziyyət çəkən xanımın qız övladı mütləq polikistoz xəstəsi mi olacaq? Yox, şərt deyil, xeyr, olmaya da bilər. Yəni bu sadəcə bir genetik yatqınlıqdır. Amma polikistoz əgər mənim anamda, bibimdə polikistoz olubsa, məndə o yatqınlıq, yəni o ehtimal var. Aydındır. Doktor, mən istəyirəm ekstrakorporal mayalanmaya artıq hansı gənclər, hansı ailələr
kimlər gedirlər? Bununla danışaq. Bu gün əslində ekstrakorporal mayalanma yetəri qədər qabarmış bir vəziyyətdədir. Çünki artıq gənclərimiz az qala müalicə olmadan, az qala artıq ekstrakorporal mayalanma olmadan övlad sahibi ola bilmirlər. Təəssüflər olsun. Maalesef. Kimlər müraciət eləyir ekstrakorporal mayalanmaya? Artıq həkim deyir ki, yolunuz oradan keçəcək. Kimlər müalicə olunur? Əgər biraz elektiv tərəfdən baxsaq, daha öncə bir neçə dəfə ya genetik xəstəliyi olan uşağı olub, məsələn. Ondan sonra ananı da, atanı da yoxlayırıq. Baxırıq ki, həqiqətən də karyotipində, yəni genetik naborunda hansısa bir xəstəliklər var ki, onlar əgər yəni öz-özünə hamilə qalsa, o xəstəliklərin təkrar olma ehtimalı yüksəkdir. O zaman biz deyirik ki, sizin üçün ekstrakorporal mayalanma ilə uşaq sahibi olmanız və genetik test, PGT dediyimiz genetik test olduqdan sonra uşağa, yəni uşağın olması daha yaxşıdır, daha düzgündür. Ondan sonra dediyim kimi polikistoz, əgər yəni şiddətli polikistoz deyək də, dediyim kimi orada fərqli formaları var. Polikistozun bəzi formaları. Ondan sonra endometriozun bəzi durumlarda əgər yumurtalıq rezervi çox düşükdürsə, yumurtalıq rezervi nədir özəlliklə? Hər qadının doğulan kimi zaten nə qədər yumurtası olduğu bəllidir və neçə dəfə, yəni nə qədər uşağı ola biləcəyi bəllidir, belə deyə bilərik. Nə qədər mens olacaq, nə qədər aybaşı olacaq, o bəllidir. Bəzi qadınlarda yaşla əlaqəli, 40 yaş üstü özəlliklə AMH dediyimiz antimüllerian hormon, bu yumurtalıq rezervini göstərən hormon düşük olur. Yəni zaten yaş artdıqca bu azalır, yumurtalarımız azaldığı üçün də. AMH-ını düşüksə, əgər hər iki tərəfdən borular, qadın bu uşaqlıq boruları əgər bağlıdırsa, bundan başqa, əgər yoldaşında ya da şiddətli kişi faktoru varsa, o zaman biz artıq çox vaxt itirmədən, yəni xəstəni də çox oyalamadan, yormadan artıq ekstrakorporal mayalanmaya yönləndiririk. Bu IVF də ola bilər, IUI də ola bilər. Media Doktor davam edir. Media Doktoru dinləyirsiniz. Biz davam edirik. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. 105.5 FM-də. Bugün mənim həmsöhbətim Lalə Kəzmovadır, uzman cərrah, mama ginekoloq və ekstrakorporal mayalanma üzrə mütəxəssis. Doktorumuz deməli Türkiyədə Gülhane klinikasında çox məşhur klinikalardan, daha doğrusu klinikadır, həm də tibb ocağıdır. Gülhanedə uzmanlıq təhsili alıb, Qazi Universitetində ekstrakorporal mayalanma üzrə təhsilini davam etdirib və ardından hal-hazırda doktorantura təhsilini Qazi Universitetində embriologiya üzrə alır. Biz isə bugün danışırıq ki, kişi və qadın sonsuzluğunda kimlər ekstrakorporal mayalanmaya gedir. Elə biz orada qaldıq ki, hansı problemlər olduqda biz artıq gənclərin ya da ailələrin ekstrakorporal mayalanmaya getdiyini görürük. Doktorumuz bunları sadalayırdı. Mən istəyirdim doktor bir qədər o antimüller testinin üzərində dayanaq. Bu necə alınır, necə yoxlanır? Qadınlar onun müayinəsindən çox qorxurlar. Ağrılıdırmı? Bu qan analizidir. Yəni çox bəsit bir qan analizidir. Siklin hər hansısa bir günündə, yəni biz bunun üçün mensin 2-ci və ya 3-cü gününü digər hormonlar üçün gözlədiyimiz kimi gözləmirik və istədiyi zaman gedib verə bilər. 2.5-in üstü bizim üçün, 2.5 və üstü bizim üçün yaxşı bir cavab sayılır. 2.5-in altı artıq, yəni səviyyəsinə görə artıq həkiminizə danışırsınız və ona görə sizə artıq bir şey deyir, bir qərar deyir. 1-in altı bizim üçün artıq aşağı səviyyə sayılır və 1-in altında biz artıq qərarımızı veririk, nə edəcəyik. Yəni bu müalicə ola bilər və ya ekstrakorporal mayalanma ola bilər. Doktor, mən istəyirəm əslində cütlüklərimizə bu yolun ta başlanğıcından elə hamiləliyin idarə olunması və bəbənin artıq dünyaya gəlməsinə qədər bir yol keçək ki, məsələn, artıq qərar verildi, biz ekstrakorporal mayalanma üçün gedirik, kişi neyniyəcək, qadın neyniyəcək, həkim hardan başlayacaq, cütlüklər hansı istiqamətdə davam edəcəklər? Öncəliklə mensin 2-ci və ya 3-cü günündə bir müayinə olunur. Bu həm UZI müayinəsidir, həm də qan analizi, hormonlara baxılır. UZI müayinəsində əgər
gördüyümüz bir kist və ya başqa bir hər hansısa bir şey yoxdursa, özəlliklə bizi kistlər maraqlandırır, folikülər kistlər. Bunlar yoxdursa və ya hormonlar normadadırsa, artıq ikinci gündən hormonal iynə müalicəsinə başlanılır. Bəlli bir sürədə, yəni bu Bu hər kəs üçün rutin olaraq tətbiq olunurmu? Yox, təbii ki də fərqli müalicələr var. Məsələn, bəzilərinə tabletkalarla da başlamaq olar. Yəni hər xəstə individualdır. Yəni hər xəstə individual bir yaxlaşım tələb edir və yanaşma tələb edir. Bəzi xəstələrə sadəcə iynə ilə, bəzi xəstələrə bir iynə ilə, bəzi xəstələrə 2 iynə ilə, bəzi xəstələrə tabletka ilə və iynə ilə. Bəzi xəstələr elə bir xəstələr var ki, məsələn, onların yumurtalıq rezervi çox düşükdür. Onlar heç bir şəkildə onların öz yumurtalarından artıq bir şey əldə etmək çox çətindir. Onlara artıq sadəcə yumurtalıq təqibi edilir və folikul yakalandığı anda, görüldüyü anda artıq oradan aspirasiya edilir və oradan artıq yumurta əldə edilir. Dediyim kimi, xəstə əslində çox geniş bir mövzudur, çox geniş çox dərin bir mövzudur və hər xəstənin durumu fərqli olduğu üçün bir xəstə ilə digər xəstənin belə deyim də müalicə protokolu eyni deyil. Onsuz da doktor, biz burada yuxarı aşağı təqribən prosesi danışırıq. Çünki bu məsələn bunu sırf götürüb hansısa bir pasiyentə aid eləyə bilmərik. Çünki hər kəsin özünə məxsus bir yanaşması var. Bəli. Məsələn, bir xəstə mənə keçən dəfə dünənlərə yazır ki, bəs mənə deyiblər ki, mən mayalanma ekstrakorporal mayalanma olmalıyam və s. Amma mən dəqiq bilmək istəyirəm ki, əgər tutmasa, məndən təkrar yumurta mı toplanacaq? Və mən bu xəstəyə başa saldım ki, yox, hər xəstə fərqlidir ki, mənə deyiblər ki, elə olacaq. Və mən xəstəyə başa salarım ki, ola bilər ki, sizin embriyonunuz ola. Yəni təkrar bu prosesə sıfırdan başlamaq məcburiyyətində qalmarıq. Yəni dediyim kimi, hər xəstənin durumu və orqanizmi fərqli olduğu üçün və fərqli cavab verdiyi üçün və ya məsələn mənə soruşurlar ki, mən neçə dərman qəbul edəcəm, necə olacaq? Məsələn, bəzi WhatsApp-dan mənə xəstələr əlaqə saxlayırlar. Yenə də hormonal cavaba görə belə, məsələn, necə cavab verəcək orqanizmimiz cavabına görə, ona görə belə müalicə protokolu yerindəcə dəyişir. Məsələn, biz deyə bilərik ki, sabah məsələn filan iynəni vurma, filan dərmanı istifadə etmə, başqa bir şey istifadə elə və ya dozasını daha az olsun və ya daha çox olsun. Bunlar yəni bu şəkildədir. Məsələn, yumurtaları böyütdük. Ondan sonra nə olur? Ondan sonra OPU dediğimiz yumurta toplama prosesi baş verir. Yumurta toplama edildikten sonra... Bu necə toplanır doktor? Proses necədir? Bu keçir, yüngül anesteziya altında olur. Tamamen ağrısızdır. Yəni xəstə heç bir şey hiss eləmir. Doktor, anesteziya yerlidirmi yoxsa ümumi anesteziya mı? Damardan yüngül anesteziyadır. Yəni əslində yerli anesteziya ilə də ola bilər. Bəzi xəstələr var ki, onlar məsələn nəsə bir xronik xəstəlikləri var. Onlar anesteziyanı qaldıra bilmir vücudları. Onları yerli anesteziya altında da etmək mümkündür. Amma adətən xəstə çox diskomfort hiss etməsin deyə o yəni anesteziya daha yaxşıdır. Bəli. Çünki ora çox həssas bir bölgədir. Bəli, əlbəttə. Və psixolojik olaraq da biraz çətin olmasın deyə, narahat olmasın deyə xəstə toplandıqdan sonra artıq biz keçirik laborator şərtlərə. Artıq mayalanma hissəsi olur. Spermlə yumurta bir-biri ilə yəni birləşdirilir, dölləndirilir və ondan sonra embrion əmələ gəlir. Embrion əmələ gəldikdən sonra bu dəyişir. 3-cü gün və ya 5-ci gün embrionu, yəni günlərinə görə hansı günə qədər mayalandı, ona görə baxırıq və ona görə adətən belə deyim də bəzi xəstələr var ki, onlara eyni siklda, yəni eyni ay ərzində yumurta toplamadan sonra 3 gün və ya 5 gün sonra embriyo transferini eləyirik. Amma adətən genəldə xəstələri biz o embriyonu dondururuq və ondan sonra da xəstənin elə bil orqanizmi belə deyək ki, nə vaxt ki sakitləşdiririk və bir sonraki siklda artıq uşaqlıq divarını ya dərman verib qalınlaşdırırıq və ya bu təbii öz yolu ilə olur və ondan sonra planlaşdırırıq və embriyonu transfer edirik. Bəli. Ondan sonra da təxmini 10-12 gündən sonra artıq hamiləlik hormonunu verir xəstə və artıq xəbərimizi alırıq. Vəziyyət necədir deyə. Doktor, qadının yaşı embriyonun tutub-tutmamasına, yəni nəticənin uğurlu olub-olmamasına təsir edirmi? Qadının yaşı belə deyim də
özəlliklə tutub tutmamasında birə-bir təsir olmasa da, amma dolayı yolla təbii ki də təsir eləyir. Yəni embrion transferində tutub tutmamasını, yəni bu faktorlar biraz daha fərqlidir. Düzdür, dediyim kimi yaş dolayısı yolla da olsa təsir edir, amma birə-bir təsir, yəni dediyim kimi başqa bir faktorlar daha çox təsir eləyir. Nələr təsir eləyir? Embrion transferində başarısızlıq nə zaman olur? Əgər daha öncə xəstənin bir neçə dəfə uşaqlıq divarına əməliyyatlar keçiribsə və orada yapışıqlıqlar əmələ gəlibsə, bu bir tutmama üçün bu bir ciddi bir faktordur. Əgər xəstənin endometriti varsa, ki bu özəlliklə daha çox, yəni çox sıx rastlanılan, belə deyim də, infeksiya varsa, endometrit oranın, yəni iltihabı yapışmasına əngəl olur. Ondan sonra əgər yəni zaten bu xəstənin uşaqlığın içində hər hansısa bir anomaliya daha öncə olubsa varsa, yəni bunlar daha çox belə deyim əngəlləyir. Mane olan səbəblər ən çox bunlardır. Doktor, bayaq ekstrakorporal mayalanmada 2 üsul vurğuladınız. Mən istəyirəm bunların fərqindən də danışaq ki, nə zaman hansı seçilir, bu həkimin mi seçimidir, pasiyent mi bunu seçir, fərq nədədir? Dondurulmuş embrionu transfer etmək və ya adətən bunu həkim seçir və həkim bunu seçir göstərişlər üzərindən. Daha öncə də danışmışdıq polikistoz. Məsələn, özəlliklə polikistozlu xəstələrdə dondurulmuş embrionların keçirilməsi daha faydalıdır deyə, həm də ki polikistozlu xəstələrə ekstrakorporal mayalanma zamanı, yəni riski nədir? OHSS dediyimiz yumurtalıqların hiperstimulyasiyası sindromu, onlarda ehtimal çox yüksəkdir. Nədir bu? Polikistozda çox sayda yumurta olduğu üçün bu proses zamanı verdiyimiz dərmanlardan sonra, bunlar böyüdükdən sonra bunların hamısından, belə düşünək də, mən xalq dilindən desəm, maye ifraz olunur deyə bilərik. Və bunun olmaması üçün biz yumurtaları topladıktan sonra və embriyo əmələ gəldikdən sonra biz tamamən dərmanlara və s. hər şey kəsirik və gözləyirik ki, orqanizm sakitləşsin. Və orqanizm sakitləşdikdən sonra artıq biz təkrar sıfırdan uşaqlıq divarını hazırlayırıq və artıq embrionu o zaman transfer edirik. Əvvəllər öncədən bu frizol dediyimiz, yəni dondurma çox olmadığı üçün və belə bir yəni yaygın olmadığı üçün özəlliklə polikistozlu xəstələrdə hiperstimulyasiya sindromu çox sıx rast gəlinirdi və bu ciddi bir durumdur. Ölümcül şeyləri belə var. Yəni vakalar belə var. Bəli, yəni ən azı reanimasiyalıq belə bir vakalar var. Amma hal-hazırda yəni çox şükür ki artıq yeni yöntəmlər var. Yəni heç bir şey yerində durmur. Hər şey dəyişir. Yeniliklər bəli olur. Ona görə də artıq məsələn bu cür ciddi bir ağırlaşmadan biz artıq qurtulmuş oluruq. Başqa, yəni dediyim kimi adətən frizol istifadə olunur. Çünki xəstə üçün də bu daha güvənlidir. Aydındır. Doktor, mən istəyirəm bir qədər belə deyək, həmin dönəmin izlənməsi ki, artıq doktor şad xəbər alıb, hamiləlik baş tutub və dönəm başlayır. Artıq hamiləliyimiz başlayır. Bu da sizin tərəfinizdən izlənilirmi? Adətən hamiləlik dönəmində ekstrakorporal mayalanmada nələr görünür? Sonra burada çox döllü hamiləliklərə nəzər yetirək. Çünki el arasında belə bir fikir var ki, ekstrakorporal mayalanmada mütləq əkizlər, üçəmlər dünyaya gəlir və bunu doktorlar bilərək edirlər. Bu fikirlərdə zəhmət olmasa aydınlıq gətirək. Adətən ekstrakorporal mayalanma ilə əgər qadın hamilə qalıbsa, 12 həftəsinə qədər onun öz həkimi təqib eləməlidir. Təqib edir adətən hamiləliyini. Siz öz işinizi görürsünüz və təqibə verirsiniz. Yox, 12 həftəyə qədər, hətta 10-cu həftəyə qədər, 11-ci həftəyə qədər mən təqib edirəm. Nədən? Çünki bəlli bir dərmanlar var ki, onlar
ekstrakorporal mayallamada istifadə olunan dərmanlar bir hissəsi 12-ci həftəyə qədər, 10-cu və ya 12-ci həftəyə qədər davam edilir. Aha. Ondan sonra yəni 200-ə 300-ə gəlsək, əslində yox, elə bir şey yoxdur. Bu tamamilə həkimdən, yəni bu öncədən belə deyim də, həkim necə uyğun görürsə, zaten danışılır ki, bu tək embriyo transferi olunacaq. Və ya bəzən necə olur? Məsələn, 2 embriyo transferində necə ola bilər? Məsələn, bir embriyo çox kaliteli deyil. Məsələn, o embriyonların da çünki bəzi meyarları var ki, onlara görə embriyonlar ya çox yaxşı sayılır və ya orta embriyo və ya zəif embriyo sayılır. Məsələn, bir dənə çox yaxşı embriyo qoyulur, yanına da bir zəif embriyo qoyulur. Amma bu fikirlə ki, zəif embriyonun zaten tutunma ehtimalı yüksək deyil. Düşükdür onun tutunma ehtimalı. Amma yenə də 2 embriyo qoyulur. O zaman məsələn bəzən gözləmədiyimiz bir şəkildə zəif düşündüyümüz embriyo ilə ən güclü embriyo o olur. O tutunur, bəli. Mübarizə apara bilər. Bəli. O tutunur və sonuç olaraq da gözəl bir hamiləlik əldə edirik və sağlam, gözəl uşaqlar doğulur, dünyaya gəlir. Ona görə də dediyim kimi, yəni bu adətən birazcık həkimdən asılı olan bir şeydir və bəzi göstərişlərə görə olunan bir şeylərdir. Doktor, bu mövzunu sevməsəm də, amma sualı sizə verəcəm cins seçimi ilə bağlı. Çünki bəzən görürsünüz ki, evdə çoxlu oğul övladı varsa, ailələr qız istəyirlər və doktor artıq bu məsələyə siz bir əl qatın deyirlər. Ya da əksi ola bilir. Burada eko nə dərəcədə ailələrin köməyinə çata bilər? Mümkündürmü? Burada bəli, mümkündür. %100 köməyinə çata bilər. Burada embrion əmələ gəldikdən sonra PGT dediyimiz embriyolojik bir testlə həm embrionun, yəni gələcək uşağın bütün genetik hansı xəstəlikləri varsa ona baxıla bilər. Eyni zamanda da cinsiyyət seçimi ola bilər. Yəni bu doktor, bu əlavə xərcdirmi? Bəli, maalesef bu əlavə xərcdir. Çünki dediyim kimi bu genetik testi düşünün ki, embriondan biyopsiya bir neçə yerdən, yəni biyopsiya parça götürülür. Ondan sonra o parçada olan genetik nabora baxılır və cinsiyyət xromosomlarına da orada baxılır və söylənilir artıq. Doktor artıq qərar verir ki, eləyəcək. Doktor, mən istəyirəm bu genetik xəstəliklərə də toxunaq. Təəssüflər olsun ki, biz çünki Azərbaycanda müəyyən genetik xəstəliklər var ki, hətta onların endemik ərazisiyik. Məsələn, talasimiya kimi xəstəliklər, DCP bizdə çoxdur. Nevroloji xəstəliklər var, SMA kimi xəstəliklər var ki, heç bir ailələrdə arzu olunan bir xəstəlik deyil ki, onların övladlarında bu görülsün. Amma təəssüf ki, var. Burada genetika nə dərəcədə köməyimizə çata bilər? Yəni eko bizim nə dərəcədə köməyimizə çata bilər və həmin ailələr necə davranırlar? Məsələn, ailədə artıq xəstə övladlar, uşaqlar doğulubsa, bundan sonra onlar necə addım atmalıdırlar? Artıq birbaşa həkimin nəzarətinə mi keçməlidirlər? Yəni məsələn nevroloji xəstəliklər, əgər bir sindrom yoxdursa, genetik bir problem yoxdursa, o maalesef çox öngörülə bilən bir şey deyil. Yenə də ən azından yəni ekstrakorporal mayalanmayla və ya PGT testi ilə, genetik testlə bunu öngörmək mümkün deyil maalesef. Amma məsələn bəzi genetik xəstəliklər var ki, məsələn Down sindromudur, Edward sindromudur, bəzi özəlliklə genetik xromosomal xəstəliklər, genetik xəstəliklər bunu PGT testi ilə düzdür, yəni ekstradan bir maliyyət olsa belə, amma ən azından bu şəkildə düşünülə bilər xəstələr. Biz bu zaten hər dəfə olan bir prosedur deyil. Biz bunu edirik və bizim amacımız odur ki, sadəcə uşaq olsun deyil, sağlam uşağımız olsun. Və mümkün mərtəbə, təbii ki, mümkün qədər sağlam uşağımız olsun. Ona görə də yəni bu testlə əslində və məsələn frizol dediniz, məsələn kimə dondurulur. Bu test planlanan embriyonlara, xəstələrə məsələn dondurulmuş embriyo artıq verilir. Çünki yəni bu testin olunması üçün embriyo dondurulmalıdır və bir zaman gözlənilməlidir. Bu testin cavabı çıxana qədər və s. Bir sonraki sikla qədər. Yəni ona görə də özəlliklə, yəni mən demirəm hər kəsə olsun bu test. Yəni bunu rutin etmək də, hər kəsə etmək də düzgün deyil. Amma göstəriş varsa, özəlliklə evdə xəstə uşaq varsa və ya təkrarlayan implantasiya başarısızlığı, yəni tutmursa embrion, demək ki, bu artıq bu test üçün bir işarətdir. Bəli, olmalıdır. Demək ki, orada bir problem var və o problemini əşkar yəni tapıb sağlam olan embriyo ilə artıq yola çıxmaq lazımdır. Doktor, belə bir şey mümkündürmü ki, məsələn eko olunsun, orada da yenə xəstə uşaq dünyaya gəlsin, yoxsa artıq doktor burada başdan qərar verirmi? Yəni embrionun dəqiq sağlamlığı varmı?
Yəni biz həqiqətən sağlam bir embrion köçürdük. Adətən, yəni belə bir şey var. Dediyim kimi, xəstəlikdən xəstəliyə fərq var. Keçən dəfə mənə bir xəstə də soruşurdu ki, bəs autizmi bu testlə bilmək olarmı? Bəli. Maalesef yox. Məsələn, bəzi xəstəliklər var ki, özelliklə nevroloji xəstəliklərdir. Ondan sonra bu cür xəstəliklər ki, autizm kimi, bunu öncədən PGT ilə bilmək mümkün deyil. Amma genetik cəhətdən sağlam embrionu həqiqətən də bu testlə embrionlara edib və genetik cəhətdən sağlam olan embrionu transfer edə bilərik və ən azından bu nöqteyi nəzərdən xəstəni sığortalaya bilərik. Aydındır. Bu arada dinləyicilərimizə bir daha xatırlatmaq istəyirəm. Bugün bizim həmsöhbətimiz mütəxəssis, daha doğrusu ekstrakorporal maylanma üzrə mütəxəssis, uzman cərrah, mama ginekoloq Layla Kazımovadır. Doktor uzmanlıq üzrə təhsilini Türkiyədə Gülhanədə, ekstrakorporal maylanma üzrə təhsilini Qazi Universitetində, hal-hazırda doktorantura təhsilini embriologiya üzrə Qazi Universitetində davam etdirir. Ümumiyyətlə doktorların bu dərəcədə dərin elmləri öyrənməsini çox sevirəm və çox bəyənirəm və şükürlər olsun ki, bu barədə artıq heç bir Azərbaycanlı xarici ölkələrə üz tutmur. Yerli o qədər gözəl mütəxəssislərimiz yetişiblər ki, və hələ onların bir də gənc olmaları bir başqa, yəni xarizma qatır onlara. Allah sizə can sağlığı versin, doktor. Elmi bu qədər sürətlə ölkəmizə gətirməyiniz çox möhtəşəm bir şeydir. Doktorla əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 636 35 85 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bir daha vurğulayıram, 055 636 35 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu təkcə o demək deyil ki, məsələn, sırf siz gedəcəksiniz və eko olunacaqsınız. Ola bilər ki, o sonsuzluq məsələsində bir yerlərdə ilişmisiniz və doktor bu yolda sizə sözün əsl mənasında navigatoru göstərə bilər ki, buradan və bu formada davam eləyəcəksiniz. Çünki doktorlarımız bəzən deyir ki, elə bir hallarla qarşılaşırıq ki, baxırsan çox həssas olan bir məqam araşdırılmayıb öncə ki, halbuki araşdırılmalıydı. Bəzi xəstə gəlir ki, biz heç gözləmək istəmirik. Bizdə baskı var ailə tərəfindən. Həmən uşaq olsun, dərhal, Amma orada da başa salmaq lazımdır ki, sizin daha zamanınız var, siz gəncsiniz, sizin hər şeyiniz normadadır. Sizin tələsməyinizə heç bir ehtiyac yoxdur. Yəni, enində sonunda dediyim, bir il içində siz hamilə olacaqsınız. Yəni, bəzi xəstələr olur ki, 11-ci ayında, 12-ci ayında hamilə qalırlar. Yəni, bu stres çox gərəksizdir əslində. Bəli. Ona görə də stresi bir yana qoyub, yəni normal həyatına davam etmək lazımdır və gözləmək lazımdır. Təcili, yəni acele etməyə gerək yox. Yəni təcili bir şeyə ehtiyac yoxdur, bəli. Doktor, əslində bugün gənclərimiz çox elmli, savadlı, dünya görüşlüdülər. Düşünürəm ki, öncəki nəsillərə baxanda onlar bugün hadisələrə daha fərqli bucaqdan baxırlar. Eyni zamanda elə ekstrakorporal mayalanmaya da. Amma gəl bunu evdəkilərə başa sal. Gənclər mənim də nəzərdə tutduğum oydu. Bəli, gənclər qərar verdilər, hər şey aladır, həkim hazırlaşırıq, bizim bəbəmiz gələcək. Amma evdən cürbəcür səslər gəlməyə başlayır. Biri də eko ilə doğulan uşaqların sağlamlığına şübhə olunmasıdır. Yəni onların əqli sağlamlığına, fiziki sağlamlığına və s. Bunu da zəhmət olmasa deyim. Çox geniş miqyaslı araşdırmalar aparılıb bunun haqqında və bu araşdırmaların sonucunda heç də, yəni normal yolla, təbii yolla hamilə qalan və doğulan uşaqlarla və ekstrakorporal mayalanmayla dünyaya gələn uşaqların arasında heç bir nə sağlamlıq tərəfindən, nə əqli inkişaf tərəfindən heç bir fərq yoxdur. Yəni bu ona görə də yəni elə bir şey yoxdur. Yəni bunu şübhələ yanaşmasınlar. Gəncləri rahat buraxsınlar. Uşaqlar sağlam dünyaya gəlir. Mən şəxsən eko ilə uşaq dünyaya gətirən çoxlu sayda ailələr tanıyıram. Tam əksinə onların övladlarının çox sağlam olduğunu görmüşəm. Amma onlar çox yumru, şirin, çox qəşəng uşaqlar dünyaya gəlir. Onun da mən sizə səbəbini deyim. Düzdür, bütün uşaqlar gözləniləndə, bütün uşaqlar, yəni ailələr gözləyir və yaxşı baxırlar. Amma bu uşaqlara baxım ekstradan çox diqqətli olurlar. Çünki bu çox gözlənilən uşaqlardır ailələrdə. Ona görə də baxımdır, ondan sonra diqqəti ekstra, yəni çarpı 100 olduğu üçün ona görə bu uşaqlar daha yumru, daha belə xoşbəxt, gözəl olurlar. Bəzən inanırsınızmı doktor, hətta belə deyək də tibbin bu sahəsində çox da hakim olmadığım bir dövrlərdə düşünürdüm ki, bəlkə də doktor orada peyvənd bir işlər görür.
Necə ki meyvələrin o daha peyvəndi, daha gözəli yaradılır mütəxəssislər tərəfindən. Yoxdur. Amma o uşaqların maşallah hər zaman sağlam, gözəl və başqa uşaqlardan həmişə seçildiyini görmüşəm. İstənilən halda doktorumuz deyir ki, gənc ailələrə, ümumiyyətlə ailələrə, ekoya getmək istəyən ailələrə müdaxilə etməsinlər. Uşaqlar sağlam doğulur, orada elə bir təhlükə yoxdur. Yəni əslində belə baxsaq, təbii yolla doğulan nə qədər narahat uşaqlar var, nə qədər əngəlli uşaqlar var. Əlbəttə. Yəni o deməkdir ki, təbii yol hər zaman %100 yaxşı mı olur? Əksinə. Heç bir yol %100 yaxşı deyil. Məsələn, xəstələr bəzən mənə soruşur ki, siz hansında məsləhət görürsüz? Mən deyirəm ki, ikisinin də var artıları, ikisinin də var mənfi tərəfləri. Yəni avantajı və dezavantajı var hər ikisinin. İnsandan insana dəyişir, orqanizmdən orqanizmə dəyişir, uşaqdan uşağa dəyişir. Yəni insan orqanizmi elə bir şeydir ki, yəni burada belə deyim də iki insanı yan-yana qoysan, əkizləri belə yan-yana qoysan, hər şeyləri fərqlidir əslində. Yəni. Ona görə də yəni insandan insana, durumdan duruma hər şey o qədər dəyişir ki, %100 də heç bir metod, heç bir sposob yoxdur, amma yəni dediyim kimi ekstrakorporal maylanma da göründüyü qədər qorxulu deyil əslində. Göründüyü qədər bu proses qorxulu deyil. Mütəxəssis kontrolü altında bu tamamən yəni risksiz bir prosesdir. Doktor, rəqəmlərin bir qədər yüksək olması nəyə bağlıdır maddi olaraq? Düzdür, məsələn, aşağı yuxarı hər kəs bilir bu rəqəmlər nədən ibarətdir. Bu laboratoriyaya mı görədir, yoxsa Azərbaycanda daha az mı mütəxəssis var bununla bağlı? Yəni səbəb nədir? Çünki bəzən elə ailələr var ki, bunu bir neçə dəfə təkrarlamalı olurlar və bu bayağı bir maddiyyata başa gəlir həmin ailələrə. Mən sizə deyim ki, burada əslində qiymətlər Türkiyə ilə mən indi qiyasladığım üçün, yəni Türkiyəyə görə çox-çox daha ucuzdur. Belə deyim mən sizə. Orası elədir, doktor. Elədir. Əslində bəli, laboratoriya, orada işlənilən, məsələn biz ən basiti deyirik ki, frizolda yumurta bu embrionları dondurulması. Onun üçün özəl bir makinələr lazımdır, özəl bir xam maddələr lazımdır istifadə olunan. Ondan başqa bir embrioloq və bir ekstrakorporal mayalanma mütəxəssisi asan yetişdirilmir. Yəni bunun bilgisidir, bunun belə deyim də etdiyi işlərdir. Bunlar yəni bunlar da bir təbii dəyər ki, olmasın mı? Bir dəyər yox, bir dəyər də bir yandan, amma daha çox mən sizə deyim ki, bu bir uzun bir prosesdir əslində. Bu bir günlük bir proses deyil. Məsələn, bu bir necə deyim, bu bir əməliyyat deyil ki, etdim bitdi. Bu bir doğum deyil ki, etdim bitdi. Sən bu xəstə ilə 7-24 və uzun müddət qalırsan irtibatda. Sözün əsl mənasında çarpışırsan. Onunla bir mübarizə aparırsan. Sən onun həm psixoloqu olursan, sən onun həm həkimi olursan, sən onun yeri gəliləndə bir həm bacısı olursan, həm anası olursan, sən onun hər şeyi olursan. Və budur, bunu da bir yana qoysaq, dediyim kimi istifadə olunan həm laboratoriya avadanlıqlardır, ondan sonra xam maddələrdir. Bunların hamısı da üstünə gələrsə, bəli, üstünə gələrsə belə bir rəqəm doğur. Ona görə maalesef ki, dediyim kimi, məsələn Türkiyə ilə əgər biz bunu qiyaslasaq, müqayisə etsək, burada çox daha düşükdür qiymətlər. Bir daha vurğulayım, bugün bizim müsahibimiz Lalə Kəzimova, uzman cərrah, mama ginekoloq, ekstrakorporal mayalanma üzrə mütəxəssis. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 636 35 85 nömrəsi ilə əlaqə saxlaya bilər. 055 636 35 85. Doktorumuz Gülhanədə uzmanlıq, Qazi Universitetində ekstrakorporal mayalanma üzrə və hal-hazırda doktoranturanı embriologiya üzrə yenə Qazi Universitetində davam etdirir. Media Doktor davam edir. Media Doktoru dinləyirsiniz. Media Doktoru dinləyirsiniz, biz davam edirik. Yeni qoşulan dinləyicilərimizi salamlayıram. Sizinlə mənəm Sona Buynina. Həm söhbətim isə Lalə Kəzimovadır. Çox dəyərli mütəxəssisimiz, uzman cərrah, mama ginekoloq, ekstrakorporal mayalanma üzrə mütəxəssis. Doktorumuz Gülhanədə uzmanlıq üzrə təhsil alıb, daha doğrusu Qazi Universitetində ekstrakorporal mayalanma üzrə və hal-hazırda da doktorantura təhsilini embriologiya üzrə Qazi Universitetində davam etdirir. Doktorla əlaqə saxlamaq istəyənlər 055 636 35 85 nömrəsini yığa bilərlər. Biz danışırıq ki, evlərinizə
Təbii ki, arzusunda olanlara evlərinizə bəbə necə gələ bilər? Əgər ona keçən yol, gedən yol çox çətin olubsa sizin üçün, öncə sonsuzluğa diqqət eləyəcəksiniz. Doktorumuz başından əgər dinlədirsə, o məqamları vurğuladı. Kişilər nəyə diqqət eləyəcək, qadınlar nəyə diqqət eləyəcək, nə zaman artıq ekoya müraciət eləyəcəklər və həkim olaraq deyəcək ki, ekoda yolunuz nədən keçir? Əslində doktor, siz danışandan sonra görürəm ki, burada elə də mürəkkəb bir proses yoxdur. Əslində eko deyiləndə ailələr həm qorxurlar, həm çəkinirlər, həm xüsusən də xanımları niyəsə daha çox qorxudublar ki, orada nəyisə bir proseslər baş verəcək, sanki orada dəhşətli bir şeylər gözləyir qadını. Halbuki belə deyil. Qısa bir nəzarətlə, hormonlara baxmaqla, yumurta hüceyrənin vəziyyətini dəyərləndirməklə sadəcə orada qadının keçdiyi bir perioddur ki, belə deyək, yumurtalar toplanacaq və salam köçülmə də bildiyim qədərilə çox rahat bir prosesdir. Qətiyyən hiss eləmir qadın bunu. Yəni dediyim kimi, əslində bu biraz psixoloji olaraq mən düşünürəm ki, daha çətindir. Nəyə görə? Çünki xanımların beynində həm ətrafdan çox danışırlar, qorxudurlar, çox qorxudurlar. Həm də ki, qadınların özü də bu müalicənin altında daha psixolojik labil olurlar. Yəni belə deyim də, daha çox ağlayan, daha çox qırılğan belə olur. Əslində onları başa düşmək olar doktor. Çünki uzun illər görürsüz ki, onlar övlad gözləyir, müalicələr alırlar, nəticəsi olmadıqca, xüsusən də niyəsə qadınlara bu daha pis təsir eləyir. Əlbəttə, yəni çünki bu hər qadının ən doğal haqqıdır ana olmaq və ona görə bəbəni gətirən olduğu üçün. Əlbəttə. Və bu olmadığı zamanda istər-istəməz gərginliklər yaranır və bu zamanda, bu süreçdə, işte bu 1 aylıq 25 günlük süreçdə qadına dəstək lazımdır. Yəni özəlliklə psixoloji dəstək lazımdır. Həm yoldaşı tərəfindən, həm ətrafdakılardan. Yoldaşlarla vəziyyət necədir? Yəni yoldaşlarda tam bir inkar mən müşahidə edirəm. İnkar yox, mən bir şey yoxdur, mənlik bir şey yoxdur. Yəni ciddi kişi faktoru olsa belə, yəni tamamilə inkarla rastlaşırıq. Bəli, hiçbir şəkildə qəbul etmək. Hər zamanki Qafqaz kişiləri. Yəni onu ikna etmək, onu anlatmaq da bu da ayrı bir güc, ayrı bir çaba tələb eləyir. Amma yəni dediyim kimi, yəni bu bir süreçdir, bu bir müddətdir və səbirli olmaq lazımdır. Yəni güclü olmağa ən azından çalışmaq lazımdır. Ətraf tərəfindən dəstəyin olması çox önəmlidir. Və bunlar olduğu halda da hər şey gözəl olur. Doktor, mən istəyirəm donor məsələsinə toxunaq. Bildiyim qədərilə bu bizim ölkəmizdə qanunla hələ dəstəklənməyən bir məsələdir, amma gəl bunu vətəndaşlarımıza izah elək ki, belə bir şey yoxdur. Hələ sizə deyim ki, ekoya bəlkə də insanların daha çox müraciəti olardı o düşüncə olmasaydı. Çünki ekonu hələ də donor məsələsi olaraq düşünürlər. Halbuki bu qanunla tənzimlənən, hətta həkim bunu belə deyə pasiyenti bilmədən edərsə qarşısında məsuliyyət daşıdığı bir məsələdir. Bəli. Yəni buna baxmayaraq yenə də insanlar niyəsə çox böyük şübhə ilə yanaşırlar. Bugün donora ehtiyacı olanlar varmı? Ümumiyyətlə donor istifadə olunurmu? Olunursa hansı hallarda bu baş verir? Yəni belə deyək də, donora ehtiyac varmı? Əgər qadın tamamilə menopauzadadırsa, öz orqanizmi artıq heç bir hormon ifraz etmirsə, AMH-ı 0.00 görülməyəcək qədər düşükdürsə, o zaman maalesef yəni donora ehtiyac var. Başqa bəzən hər hansısa bir genetik ciddi bir sindromu varsa, o zaman da yenə öz yumurtası ifraz olunmursa, o zaman da bəli, yenə də donora ehtiyac olmuş ola bilər. Və ya kişi tərəfindən bəzən heç sperm hüceyrəsi görülmədiyi zaman, yəni TSE işləmi, bir əməliyyat deyilən bir şey var, TSE. Xayadan bir parça götürülüb mikroskopun altında baxılır və oradan artıq sperm hüceyrələri alınır. Bəzi xəstələrdə, bəzi kişilərdə o qədər vəziyyəti, durumu çətindir ki, orada, yəni TSE-də belə, mikroskopun altında belə heç bir sperm hüceyrəsi olmur və ya tamamən hərəkətsizdir. Bu zamanda bəli, donora ehtiyac duyulmuş ola bilər. Yəni biraz belə deyim də, sporla, biraz müzakirəli bir mövzudur. Doktor, ümumiyyətlə təcrübənizdə heç qarşılaşdınızmı ki, məsələn sizə gələn cütlüyün övladı ümumiyyətlə olmayacaq? Məsələn, qadında heç yumurta yoxdur, kişidə heç hüceyrə yoxdur. Qarşılaşmısınızmı belə? Bəli, qarşılaşmışam. Çox durmazdırmı həmin insanlar? Maalesef ki, yəni Azərbaycanda var belə insanlar. Çox az da
az olduğunu da deməzdim. Çünki biraz belə deyim, əvvəllər bu ekstrakorporal mayalanma çox yaygın değildi. Bəli. Həddindən artıq çox bahalı idi. Hər insan gedə bilmirdi. O zamanlar məsələn gözləyib, ertələyib və artıq İşdən keçdikdən sonra və artıq bu işlem artıq mümkün olmadıktan sonra, çünki bəzi insanlar düşünür ki, ekstrakorporal mayalanma bu seyirli bir değnəkdir. Yəni vallahi mən də elə düşünürəm. mən sizə deyim ki, mən də həkim olmamışdan qabaq mən də elə düşünürdüm, amma elə deyilmiş. Gördükdən sonra ki, nə qədər çox əngəl var əslində, nə qədər çox çətinlik var. Yəni bu prosesin tutub tutmaması da, yəni maalesef ki, %100 deyil, %60, %70'dir sadəcə. Ona görə də, yəni bu durumda artıq xəstələr düşünür ki, eybi yox. Pulum olanda, pulum yığanda, vaxtı gələndə gedərəm. Olar. Onda da gec olur. Onda da gec olur və onda da təkrarlayan başarısızlıqlar olur, tutmur və s. və s. Belə. Yəni amma donor məsələsi bugün üçün aktual deyil. Bunu konkret olaraq deyək insanlara. Deyil. Çünki bundan qorxduqları üçün birdən gedərəm mənim hüceyrəm olmaz. Yox, xeyr, birdən elə bir şey gedərəm mümkün başqa insan. O birdənlər var, deyirsiniz. O hüquqi məsuliyyət daşıyan bir məsələdir. Yəni bildiyiniz cinayətdir. Bəli. Bunu heç bir həkim eləməz. Bu yoxlanılır. Bəli. Bu kontrol altından keçirilir. Yəni bu belə deyim də hər yoldan keçən, yəni nə istədi elədi, elə bir şey yoxdur. Bəli, Bu ciddi qanunla kontrol, tənzimlənir. əlbəttə həm qanunla tənzimlənir, ciddi kontrollərdən keçirilir. Yəni elə bir şey olmur. Doktor, yəni, xəstələr təsəvvür edin qorxmasın. ki, doktora gedəndə, bir həkimə müraciət eləyəndə biz qapıdan girər-girməz şəxsiyyət vəsiqəmizi çıxarırıq. Bəli. Biz orada qeydiyyata alırlar. Hansı problem, başımız belə ağrısa, ora həkim yazır ki, baş ağrısıyla Bəli. bizə gələn oldu. Bəli, Biz bəli. necə müdaxilə elədik, biz onu necə göndərdik. Bəli. Təsəvvür edin ki, biz hələ halımızın pisləşdiyi halda həkimə müraciət eləyəndə bunlar sənədləşdirilirsə, siz gələcəyinizi belirləyən bir prosesdə necə ola bilər ki, doktor özündən hansısa bir embrionu ora qoysun, hansısa bir hüceyrəni ora yerləşdirsin? Yəni bu qətiyyən ağla sığacaq bir məsələ deyil. Müasir tibbdə və müasir Azərbaycanda bu mümkün deyil. Yəni çünki bu qanun tərəfindən tənzimlənir, kontrol Bu barədə edilir. ürəyinizi buz kimi Bəli. saxlayın. Bu təkrar bir xəstənin, yəni hər şey kontrol edilir. Yəni bu mümkün deyil. Heç kim, yəni və belə bir məsuliyyətin altına da və bunu Heç bir həkim girməz. Heç bir həkim girməz. Doktor, ekodan sonra qadının qidalanması, yəni hamiləliyin davam etməsi üçün önəmlidirmi? Yəni qidalanma burada nə dərəcədə rol oynayır? Faktordur Qidalanma, ümumiyyətlə. Yəni belə deyim, bu da düz faktor olmayaraq, yəni dolayısıyla bəli, təbii ki də önəmlidir. Dolayısıyla nədən önəmlidir? Düzdür, bizim Azərbaycanda bu yaygın deyil, yəni bizim qadınlara bu şey deyil, amma yenə də məsələn ümumən nə deyirlər? Siqaretdən, spirtli içkidən uzaq durun, kofeindən çalışın, maksimum uzaq durun. Kofein istifadəsi amma son dönəmlər çoxalıb. Kofein istifadəsi Bəli. çoxalıb, amma yenə də orada da yenə də demirik ki, heç içməyin. Yəni özünüzə əzab-əziyyət verin, heç içməyin demirik. Amma azaldın. Yəni günə məsələn 4 çaşka, 5 çaşka içirsinizsə, onu 2 çaşkaya düşürdün. Ondan sonra mümkün mərtəbə zəngin, həm bu qidanın içində həm zülal olmalıdır, ət olmalıdır, həm meyvə olmalıdır, həm sebzə olmalıdır, yaşıllıqlar olmalıdır. Yəni hər tərəfli qidalanmaya, yəni diqqət etmək daha yaxşı olar təbii Doktor, ki. fast food həvəskarı analarınız olurmu? Çox olur. Necə davranırsınız Mən onlara onlarla? deyirəm ki, Necə yola gətirirsiniz onları? Mən deyim. Mən desəm ki, yeməyin, onsuz da o heç bir xeyri olmayacaq, yeyəcəklər. Mən deyirəm ki, çalışın minimal, yəni çox abartmamaq şərti ilə bəzən arada bir, yəni küçük bir şey yeyə bilərsiniz. Yəni məsələn mən Özünüzü mükafatlandıra bilərsiniz. Ara özünüzü bir. mükafatlandıra bilərsiniz. Çünki mən desəm ki, yeməyin, onsuz da yeyəcəklər. Ona görə də ən azından, yəni kontrol altında olması ən azından daha yaxşıdır. Fikirləşirəm ki, bir belə deyək, peşəmə burada bir kənara qoyub düşünürəm ki, insan bir övladın olması üçün bu qədər yol keçirsə, doktorla az qala eyni telefonlarda qalırsa ki, doktor necə eləyək, necə olacaq bunun nəticəsi, ailəyə bir övlad lazımdır. Bu qədər əziyyətin nəticəsində yəqin ki, fast fooddan bir 9 ay boyunca uzaq durmaq o qədər də çətin bir məsələ olmaz. Bilirsiniz, mən çox təəccüblənirəm bəzən. Bugün də mənim elə bir xəstəm olub, ekstrakorporal mayalanma ilə hamilə qalıb, yaş faktoru var və s. və s. Və
mən baxmışam ki, qadın özünə heç diqqət etmir. Heç bir hamiləliyinə heç diqqət etmir. Bu qədər əziyyət çəkməsinə Hamilə baxmayaraq. qaldıq, hər şey bitdi. Elə düşünürlər. Ona görə də əslində, yəni sadəcə bunun tutmasıyla, ekonun, IVF-in tutmasıyla hər şey bitmir. Yəni bunun o 9 ayı da çox önəmlidir. Yəni izləmək və düzgün Bəli, davam əlbəttə, etməsi üçün. əlbəttə. Doktor, təşəkkür edirəm sizə. Çox sağ müsbət avranız var. Çox sağ olun gəldiyiniz üçün. Təşəkkür Məmnun edirəm. oldum müsahibim sağ olduğunuza olun. görə və sizin kimi gözəl kadrlarımızı görəndə inanın ürəkdən çox sevinirəm. Təşəkkür edirəm. Və bu arada dinləyicilərimizə bir daha vurğulayım. Bugün mənim həmsöhbətim Layla Kazımova idi. Uzman cərrah mama ginekoloq doktorumuz, ekstrakorporal mayalanma üzrə mütəxəssis doktorumuz təhsilini uzmanlığı üzrə Gülhanədə Türkiyədə alıb, ardından isə Qazi Universitetində ekstrakorporal mayalanma üzrə təhsil alıb, hal-hazırda isə doktoranturaya davam edir Qazi Universitetində embriologiya üzrə. Doktorla 055 636 35 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bizə izah ayrılan zaman yekunlaşır. Doktoruma təşəkkür Çox sağ edirəm olun, təşəkkür və edirəm. arzusunda olan bütün ailələrdən o bəbə səsinin gəlməsini arzulayıram sizə. Əgər ehtiyacınız varsa, buyurun, bizim ölkəmizin bir-birindən dəyərli mütəxəssisləri var ki, bugün biri də studiyamızın Çox sağ olun. qonağı idi. Layla xanımla danışdıq. Əgər problemləriniz varsa müraciət edin, aradan qaldırsınlar. Özünüzə yaxşı baxın. Media Doktor. Sağlığın varlığındır.